Mark Avreli deyir ki, özünlə dost olmağı bacaran insan heç vaxt tənha qalmaz. Bəzən həyatda elə anlar olur ki, bir dəstə çiçək gözləyirik. Kimsə xatırlasın, kimsə hiss etsin, kimsə gəlib səssizcə uzatsın o çiçəkləri. Gözlənti qəlbin kənarında dayanır, sanki bəlkə deyə pıçıldayır. Amma insan bir gün anlayır ki, gözləntiləri azaltmaq özünü kiçiltmək deyil, özünü qorumaqdır. Əgər qəlbindən bir dəstə çiçək almaq keçirsə, niyə gözləyəsən? O çiçəyi özünə hədiyyə et. Çünki bəzən ən gözəl çiçəklər başqasından deyil, insanın öz əlindən gələndir. O çiçəklər evə girəndə yalnız otağı yox, insanın içini də işıqlandırır. Bəzən çiçək də lazım olmur, bəzən sadəcə bir fincan çay. Sakit, buxarı qalxan, səninlə danışmayan, amma səni anlayan bir çay. Bəzən isə bir fincan qəhvə, daha ayıq, daha dərindən düşünməyə çağıran, içində mən buradayam deyən bir dad. İnsan özünə dəyər verməyə başladığı an, həyatın ritmi dəyişir. Özünlə çay içmək egoizm deyil, özünə qulaq asmaqdır. Özünlə qəhvə içmək tək qalmaq deyil, özünlə görüşməkdir. Biraz pəncərədən baxmaq, biraz susmaq, biraz içindən gələnləri dinləmək. Bugün mən bunu etdim. Bugün özümə bir dəstə çiçək aldım. Özümü sevindirdim, özümə dəyər verdim və o çiçəkləri alanda hiss etdim ki, içimdə bir rahatlıq var, bir güvən var. Sanki içimdən bir səs dedi, sən özün üçün kifayətsən. O an başa düşdüm ki, insan öz ehtiyacını özü qarşıladıqca içində sakit, dərin bir huzur yaranır. Bəlkə də bu həyatın sirri elə burdadır. Özün üçün çiçək ala bilməkdə, özünlə çay və ya qəhvə içə bilməkdə, özünlə yol gedə bilməkdə. Çünki insan özünə dəyər verdikcə, dünya da ona daha zərif davranmağa başlayır. Özünə dəyər ver və özünə zaman ayır.